Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Ümid edirəm yaxşısınız. Uşaqlar, biz bu gün sizlərlə həyat bilgisi 2-ci sinif sonuncu mövzumuz olan, yəni sonuncu fəslimiz olan ehtiyatlı davranaq adlı mövzuya keçid alırıq. Burada hazırsınızmı mövzusu var. Yolda və nəqliyyatda təhlükəsizlik davranışları qaydalarına əməl etmək lazımdır. Yəni bəli, hansını soruşur? Təbii ki, burada nəqliyyat zamanı maşına minərkən kəmərlərin taxılması, sürətin göstərilmiş qaydada həddi keçməmək şərti ilə idarə edilməsi, telefonla danışmamaq, diqqəti sükan arxasına vermək, eyni zamanda yol nəqliyyat hadisələri proseduru baş verməmişdən qabaq, hadisələri baş verməmişdən qabaq təbii ki, işıqfora diqqət etmək və s. uşaqlar. Bunlar ən mühüm qaydalardan biridir. Zəlzələ, sürüşmə, qaz sızma, partlayış hadisəsi zamanı nələri bilmək? Birincisi, ilkin bu hadisələr baş verərkən hansı hadisələri ilk öncə etməliyik, onu bilməliyik. İkincisi, qaz sızma, partlayış, yəni fövqəladə hallar zamanı hansı nömrəyə zəng etməliyik, bunu qeyd etməliyik. Bundan başqa, deməli, ilkin tibbi yardım çantasını hazırlayıb ilkin tibbi xidməti göstərməyə bacarmalıyıq və s. Nəqliyyatda və yolda ictimai nəqliyyat davranış qaydaları. Mən tək dayanacağam, yıxılarsan. Uşaqlar, şəkildə görürük. Ana nə üçün oğluna yıxılarsan deyir? Çünki uşaqlar, burada uşağın boyu çatmır. Yəni bu yuxarıdan dəstəkdən tutmaq üçün, avtobusun dəstək hissələrindən tutmaq üçün. Halbuki arxada boş yerlər var və onlar otura bilərlər. Oturmasalar belə, ayaq üstə qalsalar da nəsə dəstəkdən tutmaq lazımdır uşaqlar. Və uşağın boyu buna çatmır. Uşaq da eləcə durur. Və avtobus bildiyimiz kimi dümdüz hərəkət eləmir də uşaqlar. Yəni müəyyən sürət həddi var, dümdüz hərəkət eləmir, bəzən dönür, anidən riski yol hadisəsi baş verə bilər. Ona görə də uşaq öz müqavimətini itirib yıxıla bilər. Ona görə də ana deyir ki, yəni bir yerdən tut, heç olmasa yıxılarsan da bala, buna görə. Avtobusda hansı qaydalara əməl edirsiniz? Birincisi, mütləq oturmaq lazımdır. Alınmırsa dəstəkdən tutmaq lazımdır. Dəstəkdən tutmaq alınmırsa söykənmək lazımdır uşaqlar. Qapıya yox. Yəni avtobusun digər hissələrinə söykənmək lazımdır. Və yaxud dostunuzdur, yəni bir kimdirsə ondan kömək ala bilərsiniz. Dəstək olaraq əlindən, qolundan tuta bilərsiniz də uşaqlar yıxılmamaq üçün bir-birinizə təkan verə bilərsiniz. Sonra yəni indi söhbət balaca uşaqların getmir. Çünki balaca uşaqlar da özünü tuta bilməzlər. Amma orta yaşlı biriləri, 20-25 yaşdan yuxarı olan insanlar artıq qoca və yaxud balaca uşaq gördükdə bacardıqca onlara yer verməlidir və bu qaydalarda mən əməl edirəm. Təbii ki, bu mənim şəxsi düşüncəmdir. Mən özümü pis hiss elədiyim zaman bunu edə bilmirəm. Çünki dediyim kimi pis hiss eləsəm oturub ancaq dincəlməyə baxıram uşaqlar. Çünki hər kəsin öz canı var. Yəni belə deyim də, mən onu verə bilmirəmsə verə bilmirəm. Yox, verə bilirəmsə də verirəm də. Yəni yol verə bilirəmsə verirəm. Çünki dediyim kimi bu şey siz hər zaman həm özünüzü, həm də ictimai mənafeyi düşünməlisiniz uşaqlar. Belə. Fəaliyyət bölməsini siz özünüz evdə və yaxud məktəbdə eləməlisiniz. Öyrənmə hissəsinə ehtiyac yoxdur. Biri görürsünüz uşaqlar, burada keçid var. Yeraltı və yerüstü keçid var. Yeraltı keçid odur ki, yuxarıdan aşağıya düşmək, yerüstü keçid isə aşağıdan yuxarıya qalxmaq nişanı kimidir. Bir qapalı avtobusa minərkən əvvəl düşənlərə yol verin. 2 və 3 qapılı avtobuslar isə ön qapıdan minin. Bəli uşaqlar, bunu biz etməliyik. Gəlin tapşırıqları və özünüzü yoxlayın eləyək. Müzakirə, hərəkət edən nəqliyyat vasitəsinin qarşısından qaçaraq keçmək nə üçün təhlükəlidir? Çünki bizim gücümüzlə bir avtomobilin və yaxud nəqliyyat vasitəsində, bu hər nə olursa olsun, eyni deyil. İlkin başda bəli, bəlkə biz onu biraz keçə bilərik, ilk 3-4 saniyədə, amma artıq motor işə düşdükdən sonra daha sürətli hərəkət eləməyə başlayır və biz araba ilə toqquşa bilərik, həmin nəqliyyat vasitəsilə daha doğrusu və bu bizim xəsarət almağımıza gətirib çıxara bilər. Bu olmaz.
Nəqliyyatda gedərkən qolunuzu pəncərədən bayıra çıxarmaq hansı təhlükəli vəziyyətə səbəb ola bilər? Bəli, çünki həmin nəqliyyat vasitəsindən daha böyük bir belə deyim də, nəqliyyat vasitəsi həmin maşına yaxın olan hissədən keçə bilər və biz də qolumuzu çölə çıxartdığımız üçün avtomatik olaraq qolumuza dəyə bilər və bu da qolumuzun pəncərə qarşısında sıxışmasına gətirib çıxarda bilər uşaqlar. Belə hadisələr olur. Tapşırıq. Yol nişanlarını adları ilə uyğunlaşdırın. Birinciyə baxırıq. Birinci aşağıdan yuxarıya olduğu üçün bu yer üstüdür uşaqlar. Deməli olacaq 1-ə C. Sonra 2. Piyadaların hərəkəti qadağandır. 2-yə B olacaq uşaqlar. 3-ə piyada keçidi görürsünüz. D variantı. 4-də isə yuxarıdan aşağıya olduğu üçün bu artı olacaq yeraltı keçid. Yəni 4-də də A variantı uyğun oldu. Özünüzü yoxlayın bölməsi. Piyadalar yolu keçərkən hansı nişanlara diqqət etməlidir? Piyadalara icazə varmı? Və yəni piyada keçidi mövcuddurmu? Bunlara diqqət etməlidir. Nəqliyyat vasitəsində hansı qaydalara əməl etmək lazımdır? Nəqliyyat vasitəsində təbii ki, nəqliyyat vasitəsində olarkən dediyim kimi birincisi, əgər bu avtomobildirsə, təbii ki, kəmərdən istifadə etmək lazımdır. Sürəti minimum həddə endirmək lazımdır, göstərilən həddə. Tələsməmək lazımdır. Telefondan və yaxud digər diqqət cəlb edici, diqqət dağıdıcı texnoloji vasitələrdən, avadanlıqlardan istifadə etməməliyik. Çünki telefonla danışmaq qəza riskini 4 dəfə artırır. Bu da çox qorxunc bir şeydir uşaqlar. Avtobusda olarkən də bacardıqca dəstəklərdən istifadə etmək, tutulacaqlardan istifadə etmək, alınmırsa digər bir hissəyə söykənmək və yaxud digər kimlərdənsə dəstək üçün kömək eləmək, yəni kömək istəmək, əlindən, qolundan tutmaq. Çünki bu sizin pis bir şey etmək deyil, bildiyiniz kimi uşaqlar. Kömək istəməkdir ki, bu da sizin insan olaraq təbii haqqınızdır. Sonra və s. Yolu keçərkən işıqfor qaydalarına diqqət etmək lazımdır. Piyada keçidinin olub olmaması və orta sürət həddinə diqqət etmək lazımdır. Məhz bunlara diqqət edərsək, daha sağlam bir həyat yaşaya bilərik. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Uşaqlar, sonda kanalımıza abunə olmağı unutmayın ki, bunun tipli videolardan xəbərdar olarsınız. Eyni zamanda bizim kanalımızda həm dərs videoları, həm test videoları, həm KSG, həm BSG, eyni zamanda canlı yarışmalar, sual-cavablar keçirilir və yarışda qalib olanlara da müəyyən dərəcə, yəni bu ayda bir dəfə təkrarlanır və qalib gələnlərə də hədiyyə verilir uşaqlar. Sonunda kanalımızı bəyənməyi də unutmayın. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik.